aprel ayının 4-də əvvəlcə yerli hava axınları ilə, yəni Azərbaycan ərazisinin sərhədləri daxilində formalaşan topaq yağış və laylı yağış buludlarının aktivləşməsi müşahidə ediləcək. Lakin artıq aprel ayının 5-i və 6-sında isə xüsusi ilə də Xəzər dənizi ərazisinə şimaldan daxil olması gözlənilən növbəti ekstratropik tipli siklon sisteminin təsirindən Xəzər dənizi arasında artıq bu prosesin yenidən kəsinləşməsi gözlənir. Aprel ayının 4-də axşam saatlarına doğru Azərbaycanın Böyük Qafqaz rayonlarının Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmail, Şamaxı, Xızı, Quba, Qusar, Xasmaz, Dağlıq Şirvanda eyni zamanda Bakı, Abşeron, Sumqayıt və Bakının ətraf qəsəbələrində və Naxçıvanda, Kiçik Qafqazda, Cəlilabad, Astrada havada buludluğun bir xeyli artması, arabir yağış yağması gözlənilir. Yağıntılar aprel ayının 4-cü günün ikinci yarısında xüsusilə də Böyük Qafqazın şimal-şərq yamaclarında, Quba, Qusar, Xasmaz, Çapran, Xızı, Siyəzən ərazilərində və Dağlıq Şirvanda yağıntının bir qədər intensiv olması ehtimalı var. Lakin əsl proses isə artıq aprel ayının xüsusilə də 5-i və 6-sında gözlənir. Çünki aprel ayının artıq 4-dən 5-nə gizlən başlayaraq Xəzər dənizi ərazisində növbəti ekstratropik tipli siklon sisteminin aktiv inkişafı üçün münbir sinoptik şəraitinin yaranması gözlənir. Nəticədə atmosfer təzyiqinin həm troposferin aşağı qatlarında, yəni həm troposferin dəniz səviyyəsinə yaxın olan qatlarında atmosfer təzyiqində azalma gözlənir, həm də eyni zamanda troposferin orta qatlarında da atmosfer təzyiqində azalma gözlənir. Nəticədə bu ərazilərdə atmosfer təzyiqinin azalması nəticəsində troposferin aşağı və orta qatlarında vakuumun artması nəticəsində Xəzər dənizindən nəmin birbaşa olaraq troposferin aşağı və orta qatlarına doğru daşınması gözlənir. Nəticədə formalaşması gözlənilən intensiv, güclü və şiddətli xarakterli topaq yağış və laylı yağış buludlarının təsirindən aprel ayının 5-i və 6-sında ən çox da Azərbaycanın şimal və şərq rayonlarında, Quba, Qusar, Xasmaz, Şabran, Xızı, Dağlıq Şirvan ərazisində, eyni zamanda Bakı, Abşeron və Sumqayıt ərazisində yağıntıların yenidən intensiv olması gözlənir. Bu prosesi daha da geniş olan nəzərə biz görərək ki, aprel ayının 5-i və 6-sında müşahidə edilən ekstratropik siklon sisteminin parametrlərinin mart ayının 27 və 28-də müşahidə edilən, yəni daşqına səbəb olan sistemin parametrlərinə uyğun gəlir.